Mental aritmetika proqramının 14-cü dərsində hər birinizi xoş gördük. Bugün biz 10-dan 8-i mental aritmetikada barmaqlar vasitəsilə necə çıxılır, onu öyrənəcəyik. 10 çıxaq 8. Gördüyünüz bu qaydaya uyğun olaraq 10-dan 8 çıxanda köməkçi 10 gedir, 8-in böyük qardaş 2 gəlir və cavab beləliklə 2 eləyir. Öyrəndiyimiz qaydanı misallar üzərində təkrar edək. 16 çıxılsın 6 eləyir cavab 10. 10-dan 8 çıxanda köməkçi 10 gedir, 8-ə böyük qardaş 2 gəlir. Cavab eləyir 2. 12 üstə gəl 5 çıx 8. 12-nin üstünə 5 gələndə 17 elədi. İndi buradan 8 çıxa bilmirik. Köməkçi 10 gedir, 8-ə böyük qardaş 2 gəlir və cavab eləyir 9. 18 çıxaq 1, cavab elədi 17. 17-dən 8 çıxanda köməkçi 10 gedir, 8-ə böyük qardaş 2 gəlir və cavab eləyir 9. 17 çıxaq 1, çıx 8. 10 gedir, 2 gəlir və cavab eləyir 8. 12 çıx 8, çıx 2. Cavab edir 2. 67 çıxılsın 58. 50-ni çıxırıq onluqdan və 8-i çıxanda 10 gedir, 8-ə böyük qardaş 2 gəlir. Cavab edir 9. 90 çıx 38. 90-dan 30-u çıxırıq. Buradan 8-i çıxa bilmirik, 0-dır və 10 gedir, 8-ə böyük qardaş 2 gəlir və cavab edir 52. 95 çıx 38. 90-dan 30-u çıxdıq. Təklikdən çıxmağa 8 yoxdur. 10 gedir. 8-ə böyük qardaş 2 gəlir və cavab eləyir 57. 86 çıx 78. Buradan 70-i çıxırıq. 8-i çıxanda 10 gedir. 8-ə böyük qardaş 2 gəlir və cavab edir 8. 92 çıx 78. 90-dan 70 çıxırıq. Buradan təkliklərdən 8 çıxmağa 8 yoxdur və 10 gedir. 8-ə böyük qardaş 2 gəlir və cavab edir 14. 85 çıxaq 58. Buradan 50-ni çıxırıq. 8-i çıxmaq üçün də 10 gedir. 8-ə böyük qardaş 2 gəlir və cavab edir 27. 95 çıx 18. Buradan onluqlardan 10-u çıxırıq. 8-i çıxmaq üçün 10 gedir. Çünki sağ əlimizdə çıxılası 8 yoxdur. Və 8-ə böyük qardaş 2 gəlir. Cavab edir 77. 71 çıxırıq 58-i. 70-dən 50-ni çıxdıq. 8-i çıxmaq üçün 10 gedir. 8-ə böyük qardaş 2 gəlir və cavab eləyir 13. 46 çıx 18. Buradan bir 10-luq çıxırıq. 8-i çıxmaq üçün 10 gedir. 8-ə böyük qardaş 2 gəlir və cavab eləyir 28. 87 çıx 68. Buradan 60-ı çıxırıq. Sol əlimizdə onluqlardan 10-u çıxmaq üçün 10 gedir. Daha doğrusu 8-i çıxmaq üçün 10 gedir. 8-ə böyük qardaş 2 gəlir və cavab eləyir 19. 90 çıx 68. 90-dan 60 çıxırıq. 8-ə çıxmaq üçün 0-dır sağ əlimiz. Ona görə sol əlimizdən 10 gedir.
8'e böyük qardaş 2 gəlir və cavab edir 22. 90 çıx 58. 90-dan 50-ni çıxdıq. Daha sonra 8'i çıxmaq üçün 10 gedir. 8'e böyük qardaş 2 gəlir və cavab edir 32. Bugünkü dərsimiz bu qədər. Videonu bəyənin və kanala abunə olun ki, növbəti dərslərdən xəbərdar olasınız.